Bilirsinizmi ki, hər gün minlərlə insan velosiped sürərkən, yol keçərkən etdiyi kiçik səhvlər çox ciddi qəzalara səbəb olur. Hazırda Zəfər Parkının yanında yerləşən velosiped zolağındayım. Bu kimi infrastruktur həm piyadalar, həm velosipedçilər üçün hərəkəti daha təhlükəsiz edir. Velosiped sürərkən xüsusi velosiped zolaqlarından istifadə edin. Dönərkən siqnal verin və telefonla məşğul olmayın. Yol nişanlarına və işıqforun siqnallarına diqqət edin. Bu tip piyada keçidlərindən, yəni yalnız piyadalar üçün nəzərdə tutulan piyada keçidlərindən keçərkən velosipeddən düşməyiniz və əllə onu idarə etməyiniz tövsiyə olunur. Bu zaman təhlükəsizliyinizi daha çox qorumuş olursunuz. Tövsiyə olunur ki, mikromobillik istifadəçiləri və piyadalar yolu keçərkən yolun hər iki tərəfinə baxsın və qarşıdan gələn nəqliyyat vasitələrinin sürücüləri ilə göz təması yaratsın. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi olaraq məqsədimiz yolları daha təhlükəsiz etməkdir. Unutmayın, təhlükəsiz hərəkət hər birimizin məsuliyyətidir.